Dəyərli Azərbaycan xalqı, bizi seyr edən insanlar, böyüklərimiz, kiçiklərimiz, atalar, analar, babalar, nənələr. Sizin hər birinizin axşamı xeyirli olsun. Ötən il nə qədər çətin olsa da, gələcəyə ümid heç vaxt azalmır insanda. Ötən il bir çətinliyimiz oldu, gözəl sənətkarlarımızı itirdik. Bununla bərabər yaxşılarımız da oldu. Çünki Qarabağımızda Novruz qeyri deyilədik. Ən böyük sevincimiz bundan ibarətdir bizim ki, Şuşamızda, doğma Şuşamızda artıq gözəl konsertlər oldu və biz də o yerlərin gəzintisinə, o yerlərin seyrinə tamaşa etməyə getdik. Mən Elnarə xanım üçün ötən ilin ən böyük sevinci oldu ki, mən yeni mahnılarımda uğurlar qazandım, efirlərimizin müəyyən dəvətlərini qəbul edə bildim, ancaq müəyyən dəvətlərini qəbul edə bilməsəm də, inşallah ki, gələn ilə buna yer verəcəm. Amma bir sözlə deyim ki, ən böyük arzu istək insanda hər gün günbəgün artır. Mənim də arzum budur ki, dəyərli həmkarlarımla bərabər uğurlarımız bol olsun. Uca zirvələr bizim olsun. Elimizə, obamıza bu azadlığı bəxş edən bütün Azərbaycan şəhidlərinin ruhu şad olsun. Və Azərbaycan əskərlərini Allah qorusun. Vətən oğlanları sizinlə fəxr edirik. Elimizin, obamızın bu aydın səmasını Allah bizdən almasın. Bəli. Amin deyək və sizdən gözəl bir ifa gəlsin. Buyur. Canım, canım, ey mənim yarım, canım, dərdə dərmanım.
Hər birinizə təşəkkür edirəm. Bax, bugün mənimlə birlikdə oldunuz və təşəkkürdən söz düşmüşkən mənim də təşəkkür